Elə məkanlar da var ki, əziz dostlar, məsələn, böyük bir forumlardır, hansısa bir hadisələrdir. Orada mütləq şəkildə, yəni xüsusilə jurnalistlərə aiddir və həmin əlbəttə ki, forumların, tədbirlərin, toplantıların iştirakçıları orada mütləq ciddi bir görkəm olmalıdır, kostyum və s. Elə jurnalistlərdir. Bəli, elə jurnalistlər də qeyd etdiyim kimi, bəli, və elə 5-ci keçilən Antalya Diplomatiya Forumu, hansı ki, bugündən start götürəcək, orada da zənnimcə hər kəs xüsusi o dress-koda riayət eləyəcək ki, onların arasında da bizim əlbəttə ki, həmkarımız İbrahim Kamiloğlu var, elə birbaşa Antalyadan bağlantımız var. Bəli, dediyimiz kimi İbrahim də başa. Həmişə İbrahimə deyirəm ki, İbrahim necə də gözəl kostyum yaraşır. O gün olsun bəyliyi geyinəsən, Allah qoysa. Amma ki, İbrahim də bəli, jurnalist olaraq əlbəttə ki, bu dress-koda riayət edir həmişə. Çünki peşəkardır və hər məkanda da xəbərlər var eyni zamanda. Əsas xəbər dalınca gedib. İbrahim, sabahınız xeyir olsun. Yaxşı ki, İbrahimi güldürdün, elə bildim kadrı donub İbrahim. İbrahim, sabahın xeyir. Salam, əziz həmkarımız. Antalya havası düşüb sənə, maşallah. Antalyada adətən bəli, hamı belə şortlarda və rahat sərgədir. geyimlərdə. Antalyada kostyum geyinmək də bir çətinlikdir, onu da deyim sənə. Amma işdə əlbəttə ki. Forum necə olacaq? Əhval necədir forumdan əvvəl? Bundan başqa bugün forum nələr müzakirə olunacaq və hansı məsələlər və hansı görüşlər olacaq? Buyur İbrahim. Bir daha sabahınız xeyir Aytan xanım, Mehman bəy. Bəli, bugün forum öz işinə başlayır. Artıq bir neçə saat sonra, bir müddət sonra forumun açılış mərasiminin olacağı gözlənilir. Forumda 150-dən artıq ölkədən nümayəndələr iştirak edəcək. Bunlardan 20-dən artığı dövlət və hökumət başçılarıdır və ümumilikdə 5000-ə yaxın qonağın qatılacağı gözlənilir. Bu ilki forum digərlərindən fərqi ilə seçiləcək. Daha gözləntilər var bu forumdan. Çünki indiyə qədər 5-cidir artıq 4 forum keçirilib. Bu forumlar adətən diplomatiyaya giriş məsələləri, bir-birini tanıma, diplomatiyanın daha hansı sahələrdə inkişaf etdirilməsi filan kimi mövzular var idi. Düz müzakirə olunan məsələlər var idi. Rusiya-Ukrayna müharibəsi ilə bağlı məsələlər müzakirə olunmuşdu. Hətta Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı burada müəyyən müzakirələr gedib əvvəlki forumlarda. Lakin bu ilki forumda konkret gözləntilər var. Xüsusilə Qəzza məsələsi ilə bağlı gözləntilər var. Çünki Qəzza masası var, Balkan masası var, müəyyən panel müzakirələri var. Bu çərçivədə müxtəlif tədbirlər keçiriləcək. 40-dan artıq mövzuda ümumiyyətlə tədbirlər keçiriləcək. Bura siyasi, iqtisadi, ekoloji və digər məsələlər aiddir. Amma belə götürəndə əsasən gözləntilər Qəzza ilə bağlı ola bilər. Çünki burada Qəzza ilə bağlı 8 tərəfli görüşün keçiriləcəyi gözlənilir bu forum çərçivəsində və burada da müəyyən bir yol xəritəsinin olması, müəyyən bəlkə də qərarların qəbul olunması ehtimalı da var. Bundan başqa ərəb ölkələri ilə, daha doğrusu İslam ölkələri ilə bağlı da tədbirlər olacaq. Burada Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Misir platformasında da görüşlər olacaq. Burada da yəqin ki, hər hansı bir qərarlar qəbul olunacaq və yaxud vahid siyasi xətti ilə bağlı bir qərar qəbul oluna bilər. Bundan başqa Azərbaycana da xüsusi burada önəmli olan Türk Dövlətlər Təşkilatının da Xarici İşlər Nazirlərinin qeyri-rəsmi görüşü olacaq. Burada da təbii ki, yəqin ki, hər hansı qərarlar qəbul olunacaq və yaxud da ki, ümumi ola bilər ki, Türk Dövlətləri Təşkilatının xarici siyasəti ilə bağlı, vahid xarici siyasətlə bağlı hər hansı bir qərar qəbul oluna bilər. Çünki ötən il Azərbaycanda Türk Dövlətləri Təşkilatının 12-ci zirvə görüşü keçirildi və burada müəyyən həm Qəbələ bəyannaməsi qəbul olundu, müəyyən qərarlar qəbul olundu, razılaşmalar oldu və bu istiqamətdə də yəqin ki, hər hansı bir yeniliklər olacaq. Buyurun Aytan xanım, Mehman bəy, hər hansı bir sualınız varsa. Azərbaycan prezidentinin də deməli, səfəri məsələsi və arzu olunan əlbəttə qardaş ölkədə qonaqlardan biridir və işgüzar səfər baş tutub. Bu səfər haqqında istəyirik detallı bir bilgimiz olsun. Hansısa görüşlərin keçirilməsinə bağlı, yaxud nə qədər məlumatınız varsa, hələ görüşlər irəlidədir əlbəttə. Bəli, Mehman bəy, qeyd etdiyiniz kimi görüşlər hələ irəlidədir, qarşıdakı saatlarda, dəqiqələrdə yəni onlar bilinəcək. Amma ilkin olaraq odur ki, bugün çox güman ki, açılış mərasiminin keçiriləcək və təbii ki, Azərbaycan prezidenti də qardaş ölkədə yüksək səviyyədə, Azərbaycan dövlət olaraq yüksək səviyyədə təmsil olunmalıdır və prezident səviyyəsində burada təmsil olunur və açılış mərasimində dövlət başçısı yəqin ki, iştirak edəcək. Bundan əlavə, təbii ki, görüşlərin də olacağı, yüksək səviyyəli görüşlərin də olacağı gözləniləndə, amma yəni hələlik bu vaxta qədər bilinən açılış mərasimində iştirakdır, son təsdiqlənən. Bizim həmkarımızla yanaşı biz Azərbaycan prezidenti İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın Antalya artıq səfərindən
gəlişindən kadrlarda paralel olaraq izləyirik. Əlbəttə ki, bizim peşəkarlarımız Azərbaycan prezidentinin olduğu bütün tədbirlərdə Xəzər Xəbər Departamentinin peşəkarları, o cümlədən də şef redaktor qismində İbrahim Kamiloğlu, əlbəttə ki, detallı xəbərləri gün ərzində də, əziz tamaşaçılar, Antalya Diplomatiya Forumundan 5-ci forumdur. Həmkarımız çatdıracaq. Odur ki, diqqətiniz Xəzər Xəbərdə olsun. Uğurlar sizə arzuluruq. Çox məsuliyyətli bir işdir. Əlbəttə ki, çünki elə tədbirlər var ki, orada bir cümləni belə qaçırmaq əlbəttə ki, olmamalıdır. Buna görə də peşəkarcasına Xəzər Xəbər, həmişə Xəzər Xəbər Departamenti çalışır bütün tədbirin əvvəldən sona qədər həm kulvarlarda olan pərdə arxası məqamları mütləq diqqətdə saxlasın. Eyni zamanda da əlbəttə ki, rəsmi görüşlər, danışıqlar və verilən bəyanatlar. Ezam olunub. Həm İbrahim, həm operatorumuz Davuda təşəkkür edirik buradan. İki mübarək addır İbrahim və Davud. Mütləq onların belə birlikdə olması orada möhtəşəm bir iş gözləyirik. Gün ərzində xəbərlərimizi qaçırmayın. İbrahim və Davud xəbər verəcəklər Antalyadan.